Vaxtınız xeyir olsun, əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Kisal İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verişini istəyirsiniz, əziz tamaşaçılar. Türk Dövlətləri Təşkilatının media forumu məsələsini studiyamızın qonağı ilə müzakirə edib cavablandıracaq. Qonağımız politoloq Aytən Qurbanovadır. Xoş gəlmisiniz Aytən xanım. Xoş gördük Səbinə xanım. Aytən xanım, qeyd etdiyimiz kimi noyabrın 27-sində Bakıda Türk Dövlətləri Təşkilatının media forumu keçirilib. Ümumiyyətlə, forum barədə ümumi təəssüratlarınızı öyrənmək istəyirdi və əsas mexanizmləri barədə nə demək istərdiniz? Buyurun. Düşünürəm ki, bu əslində Türk Dövlətləri Təşkilatının institusionallaşması baxımından kifayət qədər önəmli addımdır və təsadüfi deyil ki, bu görüş Bakıda keçirilir. Çünki Bakı Türk Dövlətləri Təşkilatının rəsmi Bakı ən əsas mərkəzlərindən birinə çevrilib və Azərbaycan demək olar ki, bir çox istiqamətdə bu təşkilatın güclənməsi və öz dövlətlər arasında əlaqələrin, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əsas təşəbbüskar və yeni yanaşmalar ilə fərqlənən dövlət qismində çıxış edir və düşünürəm ki, Azərbaycan liderliyi burada da ən önəmli istiqamətdə ön plana çıxan məqamlardan biridir. Keçirilən görüş çərçivəsində müzakirə olunan məsələləri nəzərə yetirəndə iki dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi, iki tərəfli və çox tərəfli kontekst əslində Türk dövlətlərinin birliyinin yaradılması, tranzit imkanları, logistika, media sahəsində informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı kimyəvi hücumlarla mübarizə, eyni zamanda dezinformasiyanın qarşısının alınması, Türk kimliyinin, Türk dünyasının doğru şəkildə təmsil olunması və bir çox istiqamətləri əhatə edən müzakirələrin olduğunu görürük və bu sadəcə bir başlanğıc nöqtəsidir. Çünki biz son 5 ildə Azərbaycanın tarixi qələbəsindən sonra əslində bunun sadəcə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ya da suverenliyimizin bərpa olunması istiqamətində atılan addım olmadığını, atılan addımlar və görülən işlər kontekstində də aydın şəkildə müşahidə edirik. Bunun ən bariz nümunəsi məhz Türk Dövlətləri Təşkilatıdır. Türk Dövlətləri Təşkilatının bu qədər geniş əhatəyə sahib olması, üz dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi, Azərbaycanın bilavasitə iştirakı ilə yeni təşəbbüslərin həyata keçirilməsi, belə forumların həyata keçirilməsi bir daha onu göstərir ki, artıq yeni formalaşan dünya nizamında Türk kimliyinin daha güclü şəkildə təmsil olunmasını qarşıya əsas missiya olaraq qoyan bir təşkilatla qlobal sistem qarşı-qarşıyadır. Və bu təşkilatın nə qədər çox institusionallaşması sürətli şəkildə həyata keçirilsə, nə qədər çox üz dövlətlər arasında və eyni zamanda xalqlar və millətlər arasında əlaqələr daha dərinləşsə, düşünürəm ki, onun fəaliyyət istiqamətlərinin uğurlu olması və yol xəritəsinin daha da genişlənməsi bu istiqamətdə mümkün ola bilər. Mümkün ola bilər. Ümumiyyətlə, Aytən xanım, forumda diqqət çəkən məqamlardan biri də dezinformasiyaya qarşı mübarizədir və bugün aktual olan məsələlərindən biri də ənənəvi müharibədən fərqli olaraq informasiya müharibəsi. Məhz bildiyimiz kimi qarşı tərəfə belə yalan, şər, böhtan, təhqir ataraq manipulyativ təsir göstərməkdir. Ümumiyyətlə, bugünün zamanın, məkanın tələblərinə uyğun olaraq dezinformasiyaya qarşı necə mübarizə aparmaq olar? Bu barədə nə demək istərdiniz? Buyurun. Bu kifayət qədər ciddi problemlərdən biridir. Qlobal sistemin qarşılaşdığı və çox təəssüf olsun ki, sərhəd aşan problemlərdən biridir və bunun qarşısının alınması ilə bağlı hər hansısa bir konkret mexanizm varmı? Təəssüf ki, xeyr. Çünki demək olar ki, ən önəmli aktlar sərhədsiz olduğuna görə yetəri qədər sərhədsiz bir məsələdir. Çünki qloballaşma insanlara, cəmiyyətlərə və dövlətlərə kommunikasiya imkanlarının sürətli şəkildə təmin olunması ilə bağlı üstünlüklər verdiyi kimi, təhlükəsizlik ilə bağlı olan boşluqları da ön plana çıxardım. Və bu boşluqlar ciddi ölçüdə radikal qruplaşmaların, xarici və daxili maraqlı tərəflərin, eyni zamanda qlobal sistemdə nüfuzunu və yüksələn gücünü hədəf aldıqları dövlətlərin nisbətində bəzi mərkəzlərin belə manipulyativ addımlar atmasını daha çox təşviq edir və bu istiqamətdə onlar kifayət qədər çox təşkilatlanıblar, çox təəssüf olsun ki, yəni soyuq müharibədən sonra formalaşan beynəlxalq münasibətlər sistemində nə qədər sürətli şəkildə dövlətlər arasında kommunikasiya imkanları yaradılmışdırsa, o nisbətdə dövlətlərin çox asanlıqla sizin də qeyd etdiyiniz kimi dezinformasiyanın qurbanına çevrildiyini, hədəfə çevrildiyini, onlarla bağlı yalan informasiyanın doğru həqiqəti əks etdirən reallıqdan kifayət qədər uzaqlaşdığını da aydın şəkildə müşahidə edə bilirik. Bundan ən çox biz elə bunun 44 günlük Vətən müharibəsinə də şahid olduq ki, məhz ermənilərin sosial şəbəkələr vasitəsilə hashtaglərlə birisi yalan, təhrif olmuş məlumatların yayılmasını da şahid olduq. Hətta sadəcə 44 günlük Vətən müharibəsi dövründə yox, çox təəssüf olsun ki, biz 30 ilə yaxın dövrdə, işğal dövründə biz dezinformasiya ilə mübarizə aparmışıq. Azərbaycan həqiqətlərinin doğru şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı atdığımız addımlar qlobal media korporasiyalarının yalan PR kampaniyaları əsasında demək olar ki, mübarizənin fərqli istiqamətdə yönləndirilməsinə gətirib çıxardıb. Çünki Azərbaycanın əraziləri işğal olunub, amma Azərbaycan işğalçı ilə eyni mərtəbədə, eyni bərabər prinsiplər əsasında mühakimə olunmağa çalışıb. Azərbaycanla Ermənistan arasında fərq qoyulmayıb. Azərbaycan ərazisində həyata keçirilmiş Xocalıda, Başlıbeldə, eyni zamanda digər bölgələrimizdə, Boğazı ayrımında olan soyqırımlarla bağlı olan çatdırılan informasiyalar dünya ictimaiyyətinə lazımi
formada qiymətləndirilməyib. Və bu qiymətləndirilməmənin əsas səbəblərindən biri də maraqlı olan media korporasiyalarının, media tərəflərinin məhz bunu manipulyasiya edərək yalan informasiyalar əsasında çatdırması və Azərbaycanın haqlı səsinin çatdırılmaması istiqamətində atdığı addımlardır. Məhz həmin addımları atan birisi qurumlarmı deyə, qruplarmı deyə, onların məqsədləri nədir? Əsas məqsədləri təbii ki, siyasi məqsədlərdir. Biz diqqət ediriksə, siz 44 günlük Vətən müharibəsi dövründən başladınız. 44 günlük Vətən müharibəsinin başlandığı gündən 44 gün ərzində cəbhədə və eyni zamanda informasiya cəbhəsində, həm hərbi, həm diplomatik, həm informasiya cəbhəsində Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə birbaşa mübarizəyə başlayıb. Yəni biz hər gün dövlət başçımızın bir media korporasiyasına verdiyi müsahibə və açıqlamalarla qarşı-qarşıyayıq. Bu açıqlamaların hər biri onların məkirli suallarının birbaşa ifşa olunması əsasında olub. Yəni BBC müxbirinin, Euronewsun və digər qlobal media korporasiyalarının ki, kifayət qədər çox etimad qazanıblar və Qərbin və fərqli siyasi dairələrin maraqlarının təmsilçisinə çeviriblər. Necə ki 30 il ərzində Azərbaycan həqiqətlərini gizlətməyə çalışırdılar, 44 gün ərzində də Azərbaycan həqiqətlərini gizlətməyə, beynəlxalq hüququ göz ardı etməyə çalışırdılar, amma buna nail ola bilmədilər. Çünki onların bütün argumentlərinə münasibətdə cənab prezidentin özlərinin tarixindən irəli gələn argumentləri var idi. Məsəl üçün Qarabağ sizin üçün niyə bu qədər dəyərlidir olan sualına cənab prezident Elzas və Zahtari niyə bu qədər dəyərlidir, niyə görə bu qədər əvəz edilməzdir deyə cavab verib. Ya da digər manipulyativ və qərəzli suallarına eyni kontekstdə öz tarixlərindən və təcrübələrindən irəli gələn cavablar verib. Və onlar artıq aydın şəkildə başa düşürdülər ki, Azərbaycan həqiqətlərini heç bir halda örtbasdır edə bilməyəcəklər. Heç bir halda 44 gün ərzində Azərbaycan ərazisində baş verən prosesləri, müharibəni istədikləri istiqamətə yönləndirə bilməyəcəklər. Çünki adekvat şəkildə koordinasiyalı olaraq Azərbaycanın diplomatik nümayəndəlikləri də anında press-relizlər paylaşırdı. Eyni zamanda Azərbaycanla bağlı gündəlik məlumatlar verilirdi. Məsələn, informasiya operativ şəkildə çatdırılması burada xüsusi rol oynayır. Əgər operativ olmasaydı biz Tərtərdə, Gəncədə, Bərdədə baş verən insanlıq fəlakətini, müharibə cinayətlərini qlobal ictimaiyyətin diqqətinə çatdıra bilməzdik. Digər bir istiqamətdə Azərbaycan bütün qapılarını media korporasiyalarına açdı. Yerində gəlib müşahidə etmək imkanı əldə etdilər. Yəni necə ki Ermənistan uzun illərdə Azərbaycanla bağlı manipulyativ məlumatları təcrid yolu ilə yaymağa çalışırdı və işğal etdiyi ərazilərdə hər hansısa bir formada görüntü paylaşılmırdı, vəhşiliklər dünya ictimaiyyəti tərəfindən işıqlandırılmağa icazə verilmirdi. Biz tam əksini etdik. Qapılarımızı açdıq və Ermənistan tərəfindən həyata keçirilmiş bütün o vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən yerində görülməsinə şahid oldular. Yəni heç təsadüfi deyil ki, Ağdam Qafqazın Xirosiması adlandırılır. Eyni zamanda mina terroru, Gəncədə, Tərtərdə mülki hədəflərin seçilməsi. Amma bunun qarşılığında Azərbaycanın atdığı bütün addımlarda hər hansısa bir formada mülki vətəndaşın heç birinin burnunun belə qanamaması, heç bir mülki hədəfin seçilməməsi, Azərbaycanın Şuşanı beyin mərkəzinə çevrilməsi, Azərbaycanın Xankəndini siyasi mərkəzə çevirməsi, Kəlbəcərdə, Laçında, Zəngilanda, digər bölgələrimizdə olan yenidən qurma işləri, Azərbaycan mərkəzli yanaşmaların artıq formalaşması, biz artıq sadəcə Bakının deyil, eyni zamanda işğaldan azad olmuş digər bölgələrimizin də necə inkişaf etdiyini, necə beyin mərkəzinə, siyasi dialoqların, müzakirələrin keçirildiyi bir mərkəzə çevrildiyini görə bilirik. Türk Dövlətləri Təşkilatının rəsmi və qeyri-rəsmi zirvə görüşləri Azərbaycanda keçirilir. Digər platformalar Azərbaycan ev sahibliyidir və bunların hər bir əslində informasiya müharibəsinin də bir tərkib hissəsidir. Yəni birbaşa yerində müşahidə etmək imkanı əldə edən həm beyin mərkəzləri, həm siyasi institutlar, dövlət və hökumət başçıları, eləcə də digər mərkəzlərin hər biri Azərbaycanla bağlı olan reallıqları özləri müşahidə edə bilir. Sizin informasiya müharibəsi anlayışını qeyd etdiniz. 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi informasiya müharibəsində əldə etdiyi uğur digər dövlətlər üçün bir nümunədir. Elə bu kontekstdən çıxış edərək necə qeyd edə bilərsiniz? Əslində Azərbaycan 44 gün ərzində çox böyük nümunələr yaratdı. Mən düşünürəm ki, Azərbaycanın yaratdığı nümunələri ortaya qoysaq 44 gün ərzində qlobal sistemin yeni formalaşan dünya nizamında çox ciddi dəyişikliklərin olmasını biz aydın şəkildə müşahidə edə bilərik. Çünki cənab prezident çıxışında aydın şəkildə vurğulamışdı ki, biz böyük daşları beynəlxalq münasibətlər sistemində yerindən oynatmışıq. Məsələn, ona görə də Azərbaycana qarşı bu qədər qərəz və bu qədər məkirli çıxışları biz aydın şəkildə müşahidə edə bilirik. İnformasiya cəbhəsində ortaya qoyduğumuz yanaşmalar eyni zamanda beynəlxalq hüququn tətbiqi ilə bağlı olan yanaşmalarla da müşahidə olunur. BMT-nin 4 qətnaməsini, Beynəlxalq Təhlükəsizlik Şurasının 4 qətnaməsini tək başına icra edən dövlət olaraq Azərbaycan qlobal sistemə önəmli bir mesaj verir. Digər tərəfdən, hal-hazırda beynəlxalq münasibətlər sisteminin əsas diqqət mərkəzi Rusiya-Ukrayna müharibəsidir. Və Rusiya-Ukrayna müharibəsi ilə bağlı Avropa İttifaqı, ümumiyyətlə kollektiv Qərb ciddi şəkildə Rusiyanın aqressiv siyasəti ilə qarşı-qarşıyadır və bu siyasətin qarşısının alınması üçün artıq beynəlxalq hüququn mexanizmləri ilə hər hansı bir
mübarizə aparmaq istəyirlər. Amma yaradılan bu şəraitin günahkarı özləridir. Əgər 30 il ərzində Azərbaycanın işğala məruz qalan ərazilərində ədalətin beynəlxalq hüquq əsasında təmin olunmasına nail ola bilsəydilər, bu istək onlarda olsaydı, belə bir president yaranmazdı. Heç bir halda digər dövlətlər başqa bir dövlətlərin münasibətdə aqressiya nümayiş etdirə bilməzdilər. Avropanın təhlükəsizliyi bu qədər ciddi təhdid altında olmazdı. Və düşünürəm ki, onlar birbaşa bu təhdidlərlə qarşı-qarşıya qalanda artıq Azərbaycanın yaratdığı modelin dəyərini daha yaxşı anlamağa başlayırlar. Hətta bir nümunə kimi götürməyə. Həm nümunə kimi götürməyə artıq başlayıblar və həm də Azərbaycanla münasibətdə ciddi ölçüdə redaktələrin və dəyişikliklərin olduğunu biz müşahidə etsək, istər Avropa İttifaqı ilə olan münasibətlərimizdə, istərsə də Avropa məkanında olan fərqli güc mərkəzləri, Fransa, Almaniya, digər dövlətlərlə ikitərəfli münasibətlərimizdə biz son zamanlarda ciddi redaktələri müşahidə edirik və bu redaktələrin əsas səbəbi də odur ki, Azərbaycanın yaratdığı model onların özlərinin boşluğunu və gücsüzlüyünü ortaya aydın şəkildə qoyur. Avropanın bütövlükdə beynəlxalq hüququ tətbiq edə bilmədiyi bir sistemdə Azərbaycan tək başına beynəlxalq hüququ və ədaləti təmin edən bir dövlətdir və belə bir model formalaşdırıb. Təbii ki, belə bir dövlətlə mübarizə aparmaq çox asan deyil. İstəyir informasiya cəbhəsində olsun, istəyir hərbi cəbhədə olsun, istəyir iqtisadiyyatla bağlı olsun. Çünki şaxələndirilmiş formada yeni Azərbaycanın artıq hədəfləri daha böyükdür. Güclü iqtisadiyyat, güclü ordu quruculuğu, müdafiə sistemi, elmin inkişaf etdiyi yeniliklərə, beynəlxalq münasibətlərin yeni çağırışlarına cavab verən bütövlükdə idarəçilik sisteminin formalaşdırılması və təbii olaraq kiber hücumlarla, informasiya təhlükəsizliyi ilə bağlı ola biləcək təhdidlərlə də tək başına, birbaşa mübarizə mexanizmlərinin formalaşdıra biləcəyi bir dövlət. Və bu dövlət artıq öz təcrübəsini digər türk dövlətləri ilə də paylaşır. Türk Dövlətləri Təşkilatı kontekstində biz Qazaxıstanla, Özbəkistanla, Qırğızıstanla, eyni zamanda Türkiyə ilə və Türkmənistanla necə münasibətlərin inkişaf etdiyini görürük. Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı olan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı da Azərbaycan kifayət qədər önəmli mövqeyi nümayiş etdirən dövlətlərdən biridir və sadəcə bu dövlətlərlə deyil, ümumilikdə qlobal sistemdə dünyanın istənilən nöqtəsində yaşayan türk kimliyinin daşıyıcısı olan hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunması və onların daha güclü şəkildə təmsil olunması düşünürəm ki, Azərbaycan nümunəsində Türk Dövlətləri Təşkilatının bu gün qarşıya qoyduğu əsas missiyalardan biridir. Və daha da genişləndirilmiş formada artıq bu təşkilatın şaxələndirilmiş əlaqələri, eyni zamanda struktur bölmələrinin güclənməsi, yeni yanaşmalar, platformaların, görüşlərin intensiv xarakter alması, institusionallaşmanın tamamlanması gələcək perspektivdə düşünürəm ki, Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək və təbii olaraq da qlobal sistemdə qısqanclıqla qarşılanıb yenə də qərəzli yanaşmalarla üz-üzə qala biləcəyimiz məqamlar ola biləcək, amma bu heç bir halda bizi geri addım atmağa sövq edəcək bir istiqamət deyil. Tam əksinə olaraq düşünürəm ki, Türk Dövlətləri Təşkilatı, Azərbaycan-Türkiyə tandemi, eyni zamanda Türk dövlətlərinin qarşılıqlı olaraq bir-birinə qarşı olan etimadı və möhkəm siyasi əlaqələri bütün coğrafiyalar üçün də bir nümunə olmalıdır. Aytən xanım, ümumiyyətlə forumda diqqət çəkən müzakirə olunan məsələlərdən biri də ortaq media məkanının formalaşdırılması idi. Sizin buna münasibətiniz necədir? Əslində Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq kimliyin formalaşdırılması, müəyyənləşdirilməsi, daha doğrusu ortaq əlifbanın formalaşdırılması, dilin ortaq istifadə qaydaları. Bu dövlətləri də birləşdirən əsas xarakterizə olunan məsələ ortaq dil, kimlik, belə desək, adət, ənənəyə oxşar bənzər misallardır qeyd etdiyiniz. Təbii ki, birləşdirən, daha çox bağları gücləndirən əsas məqam bununla bağlıdır, amma əlifba ya da digər mexanizmlərdə kifayət qədər çox fərqliliklər müşahidə edilir. Bu fərqliliklərin aradan qaldırılması da ola biləcək ziddiyyətlərin aradan qaldırılması eyni zamanda gələcəyə yönəlik əməkdaşlığın daha da möhkəmləndirilməsini özündə ehtiva edir. Və düşünürəm ki, ortaq media platformasının formalaşdırılması da bu qəbildən olan yanaşmalardan biridir. Çünki sizin də daha əvvəldən vurğuladığınız kimi, mən də qeyd etdiyim kimi, yəni qlobal sistemdə, qloballaşma dövründə informasiya ən önəmli alətdir, ən önəmli mexanizmdir. Sərhədsiz bir zamana məkandan asılı olmayaraq heç bir formada bəli tabe edilmir və sərhədsiz olmağı da onun idarə olunmasını çətinləşdirən məqamlardan biridir və dövlətlərə müdaxilə mexanizmi kimi də hər zaman informasiya əsas alətlərdən biri kimi istifadə olunur. Deməli, türk kimliyindən çəkinən, qorxan və eyni zamanda qərəzli yanaşmalara sahib olan mərkəzlərin də əsas hədəfi məhz informasiya istiqamətində türk dövlətlərinə hücumla bağlı ola bilər. Məhz bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi, Azərbaycan modelinin, Türkiyə modelinin digər türk dövlətlərlə də paylaşılması, ortaq platforma və ortaq tarixin yazılması gələcəyə yönəlik, gələcək nəsillərə yönəlik türk kimliyi ilə bağlı önəmli bir mirası da özündə ehtiva edir. Həm mətbəx, həm tariximiz, həm mədəniyyətimiz, abidələrimizlə bağlı olan yanaşmalar, ümumilikdə qarşılaşdığımız haqsızlıqlarla bağlı. Çünki Qarabağın işğalı sadəcə Azərbaycanın ərazilərinin işğalı deyil. Regiona belə sabitləyir. Həm region təhlükəsizliyi ilə bağlı ciddi təhdidlər özündə ehtiva edir. Həm də Qarabağda nə qədər çox türk kimliyinin ifadəsi olan abidələrimiz dağıdılır. Azərbaycan türk kimliyi
günlüyünün mirasını daşıyan və bunu gələcək nəsillər üçün Alban memarlıq abidələri və s. yetəri qədər dağıdılıb və bu ümumilikdə Türk dünyasının, ümumilikdə İslam dünyasını narahat edən məqamlardan birinə çevrilməlidir. Məsələn, ona görə də Türk dünyası bizim evimizdir, bizim başqa bir evimiz yoxdur deyən dövlət başçımız Türk dövlətləri ilə əlaqələri Azərbaycan Respublikasının xarici siyasət konsepsiyasında ən önəmli prioritet istiqamət olaraq müəyyənləşdirib. Və bütün istiqamətlərdə olan çağırışlarımız da məhz bunun əsasında formalaşıb. Media platformasının formalaşdırılması, daha əvvəldə də qeyd etdiyimiz kimi ortaq əlifbanın yaradılması, dilin ortaq üslub və ifadələrinin formalaşdırılması, eyni zamanda tariximizin ortaq dəyərlər əsasında formalaşdırılması, mədəni kimliyimizə bağlılığımız, inanclarımıza bağlılığımız, xalqlar arasında olan birlik, siyasi əlaqələrdəki möhkəm dayanıqlıq və qarşılıqlı etimad. Çünki qarşılıqlı etimad bütün istiqamətlərdə əməkdaşlığın ən əsas inisiatorudur. Və bizim Türk dünyasına olan etimadımız sarsılmazdır. Çünki bizim həm 44 günlük Vətən müharibəsi dövründə, həm ondan əvvəlki dövrdə haqq, ədalət mübarizəmizdə birmənalı şəkildə Azərbaycanın yanında olan, həm iki tərəfli münasibətlərimizdə, həm də bütün platformalarda Azərbaycanın mövqeyini aydın şəkildə müdafiə edən Türk qardaşlarımız var. Eyni qaydada Azərbaycan da onların mövqeyini müdafiə olunması ilə bağlı hər zaman yüksək səslə çıxış edib və bu gün güclü Azərbaycan eyni zamanda güclü Türk dövlətləri deməkdir və bu istiqamətdə Azərbaycanın informasiya müharibəsində, informasiya cəbhəsində formalaşdırdığı mexanizmlər düşünürəm ki, Türk Dövlətləri Təşkilatı kontekstində də ortaq informasiya və media platformasının formalaşdırılmasına bir nümunə verəcək və də çox töhfə vermiş olacaq ki, bu təcrübə əsasında artıq daha genişləndirilmiş və daha çox gələcəyə yönəlik yeni bir yol xəritəsi müəyyənləşdirilə bilər. Çox sağ olun Aytən xanım, fikirləriniz bölüşünüz üçün təşəkkür edirik. Mən təşəkkür edirəm. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı politoloq Aytən Qurbanova idi. Gələn görüşlərə dək.